Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının prezidenti Bakı-Ağşəhər layihəsinə baxış keçirib. Yarımoda.info xəbər verir ki, Edgars Rinkeviç aprelin 22-sində Bakı-Ağşəhərdə olub. Layihənin icraçı direktoru Ruslan Sadıxov qonağa ərazidə həyata keçirilmiş və davam edən işlər barədə ətraflı məlumat verib. Məlumata görə, bu ərazi uzun illər neft sənayesinin tullantıları ilə çirkləndiyinə görə Qaraşəhər kimi tanınırdı. İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihə nəticəsində ərazi müasir, ekoloji cəhətdən təmiz və dayanıqlı şəhər məkanına çevrilib. Bildirilib ki, Bakı-Ağşəhər layihəsinin əsası 2011-ci il dekabrın 24-də qoyulub və layihə ağıllı şəhər konsepsiyasına uyğun şəkildə inkişaf etdirilir. Layihənin həyata keçirilməsində Mehriban Əliyevanın da iştirakı xüsusi qeyd olunub. Qeyd olunub ki, Bakı-Ağşəhər bugün dünya miqyasında müasir şəhərsalma və ekoloji bərpa layihələrinin ən uğurlu nümunələrindən biri hesab edilir.